Demək Səbinə xanım. Bəli, buyurun. Demək ki 7 il qabaq 100 kilodan, 105 kilodan, 35 kilo arıqlarını saldı ki, bu şəkilləri görmüşdüm. Amma necə sanki bizdə liposuksiya effekti arıqlama gedirdi. Çünki mən liposuksiya eləmişəm, qarnımı kəsdirmişəm. Halbuki yox, çünki öyle arıqlamışdı. Böyük bir qarın, yəni 105 kilonun 50%-dən çoxu bu kilonun qarın nahiyəsidir. Çox sağlıq yekə bir qarın. Elə arıqlamışdıq ki, çox plosk, nazik, sanki liposuksiya effekti. Çox adam bunu deyirdi ki, göz qabağında xanım ancaq diyeta ilə etmişdi və idmansız, hə? İdmansız, bəli. Bizdə idman da yox idi. 6 ildir bu kilo 1 qram da qayıtmırdı. Sadəcə son 1 ildə siz nevroloji aydın məsələ orada ciddi antidepressantlar, çox ciddi ağır müalicələrə rəğmən yenə də cəmi 15 kilosunu qaytarmışdınız. Onu da bir aya doktor 10 kilomuz getdi. Və mən bir ay xaricdə olanda biz onlayn çalışırdıq Səbinə xanımla. Afərin sizə ki bir ayda 10 kilonu verdiniz.